Salam əziz abituriyentlər, mən coğrafiya müəllimi Fatimə Əzizova. Bugün mən sizə eksogen mənşəli relyef formaları mövzusunun izahını verəcəyəm. Deməli, biz iki cür qüvvə eşitmişdik. Eksogen qüvvə və endogen qüvvə. Eksogen qüvvələr xarici qüvvələrdir. Yəni, yer səthində relyef əmələ gətirən xarici qüvvələr. Bura çayların işi, yeraltı suların işi, küləyin işi, günəş şüalarının təsiri və s. ümumi olaraq xarici qüvvələri misal göstərə bilərik. Və demişdik ki, xarici qüvvələrin, yəni eksogen qüvvələrin yaratdığı relyef formaları isə adlanırdı morfoskulptur. Yazaq burada morfoskulptur. Morfoskulpturlar adlanacaq eksogen mənşəli qüvvələrin yaratdığı relyef formaları. Bir də keçmişdik endogen qüvvələr. Bunlar daxili, yəni yerin daxili qüvvəsini yaratdığı necə deyim, qüvvədir və endogen qüvvələrin təsiri ilə yaranan relyef formaları isə morfostrukturlar adlanır. Bu olacaq bizim başqa bir mövzumuzun izahı. İndi isə biz sadəcə eksogen mənşəli relyef formaları haqqında danışacağıq. Öncəliklə təbii ki, çayların gördüyü iş haqqında danışacağıq. Çayların gördüyü dağıdıcı iş eroziya adlanır. Çay eroziyası. Birazdan sizi dağıdıcı və yaradıcı relyef formalarını da fərqləndirməyi öyrədəcəm. Öncəliklə biz çayın dağıdıcı işi olan çay eroziyası haqqında danışacağıq. Hansı ki, bunun iki növü var. Yan eroziya və dib eroziya. Bəs eroziya nədir? Eroziya süxurların parçalanması deməkdir xarici qüvvələrin təsiri ilə. Söhbət əgər çaydan gedirsə, çay eroziyası çay tərəfindən ətrafda olan süxurların parçalanması, yuyulub aparılmasıdır. Və dediyimiz kimi iki növü var, dib eroziya və yan eroziya. Bunların fərqi nədir? Dib eroziya əsasən müşahidə edilir dağ çaylarında. Dağ çaylarında. Yan eroziyası adətən müşahidə edilir düzənlik çaylarında. Bilirik ki, dağ çayları olduqca sürətli axına malik olur. Sürətli axdıqları üçün çay öz yatağını dibdən dərinləşdirir. Yəni, çay yatağın dibi dərinləşir. Buna görə də çay yatağının forması, baxın, belə V şəkilli olur. Yəni, dib eroziya V şəkilli dərələr əmələ gətirir. V şəkilli dərələr. İndi isə yan eroziyaya baxaq. Yan eroziya baş verəndə isə çay öz yatağının eninə genişləndirir. Yəni dərindən deyil də kənarları, sahili genişləndirir ki, bu da gördüyünüz kimi bu şəkilli dərələr yaranır. Buna da deyirik U şəkilli dərələr. Və bir də təkrar edək. Dib eroziya əsasən dağ çaylarında, yan eroziya isə düzənlik çaylarında yaranır. Hər iki halda isə bu çayın dağıdıcı işidir. Daha sonra çayın bir digər dağıdıcı işi olan kanyonlara baxaq. Kanyonlar nə zaman yaranır? Onda yaranır ki, çayların axdığı ərazidə olan süxurlar, xüsusən də suda həll olan və yaxud da su keçirən süxurlar olsun, həmin bu süxurlar çox olanda geniş, dərin çay dərələri yaranır ki, biz buna kanyonlar deyirik. Şəkildə görmüş olduğunuz isə kanyondur. Dünyada ən böyük kanyon isə Kolorado çayında. Kolorado çayında yerləşir və adı Böyük Kanyondur. Kanyonlar da həmçinin olacaq çayların dağıdıcı işi. Kanyonlar bu arada əlavə olaraq qeyd edə bilərik ki, yenə dağ çaylarında müşahidə edilir. Əsasən dağ çayları. Çünki dağ çayları sürətli axana malik olur. İndi davam edirik. Çayların digər bir dağıdıcı işi olan şəlalə və astana haqqında danışmağa. Bu nə zaman yaranır? Suda həll olan və yaxud da su keçirən süxurla, belə deyək, su keçirən süxurla, su keçirməyən süxurlar və yaxud da su keçirməyən süxurlarla suda həll olan süxurlar növbələşəndə şəlalə yaranır. İndi sizə izah edim. Məsələn, bir düz ərazi götürək də və burada bir hissədə suda həll olan süxurlar var və burada çay keçir. Həmin bu axan çay suda həll olan və yaxud da su keçirən süxurları zamanla yuyub aparacaq və çay yatağının forması dəyişəcək. Burada qalan süxurlar isə əsasən su keçirməyən süxurlardır. Və bu zaman nələr əmələ gələcək? Şəlalələr əmələ gələcək. Deməli, şəlalə və astana necə? Baxın, astananın da quruluşu təqribən eynidir. Sadəcə astana birazcıq daha pilləvari formada olur. Şəlalələr də astanalarda yenə əsasən müşahidə edilir dağ çaylarında. Dağ çayları burada qeyd edək. Dağ çayları həmçinin də olduqca sürətli və güclü axına malik olurlar. Daha sonra
Delta və estuari haqqında danışaq. Burada çayın əsas dağıdıcı işi estuaridir. Yəni estuari çayların dağıdıcı işidir. Nə zaman yaranır? Yəni nə zaman çayın fəaliyyəti nəticəsində yaranır? Dağ çayları olduqca sürətli axına malik olanda mənsəbində toplanan çöküntüləri okeana doğru axıdır. Bu zaman həmin normalda hansı ki o çöküntü toplamalı olan hissədə körfəzlər yaranır ki, bu da estuar olur. Estuari əsasən dağ çaylarında müşahidə edilir. Əsasən dağ çayları. Lakin bəzi hallarda estuarilər düzənlik çaylarında da müşahidə edilə bilər. Amma artıq bunun səbəbi, yəni estuarinin yaradıcısı çay olmayacaq. Okean cərəyanları və qabarma çəkilmələr olacaq. İndi baxaq burada başqa hansı dağıdıcı relye forması var. Təbii ki də meandrlar da qeyd etməliyik. Meandrlar isə müşahidə edilir əsasən düzənlik çaylarında və gördüyünüz kimi çayın esvari formasıdır belə. Dalğalı hərəkəti nəticəsində müşahidə edilir. Yaxşı, bəs meandr necə yaranır? Belə izah edək. Hansısa bir çay, söhbət təbii ki də düzənlik çayından gedir. Axın boyunca qabağına müəyyən maneələr keçəndə, təbii ki, yavaş axına malik olduğundan həmin maneəyi parçalayıb keçə bilmir. Təbii ki də bu maneə adətən bərk süxurlar olur. Onu parçalayıb keçə bilmədiyi üçün yönünü, istiqamətini dəyişdirir. Proses davam edir. Buna biz meandrlar deyirik. Bəzən elə olur ki, həmin bu dediyimiz çay özünə yeni bir yol tapır. Məsələn, deyək ki, özünə yeni bir yol tapır. Deyə davam edir. Bu zaman yerdə qalan su toplanmış hissədə isə göllər yaranır. Göllərə biz axmaz mənşəli göllər deyirik. Axmaz mənşəli göl. Axmaz mənşəli və yaxud da çay-dərə də deyə bilərik. Çay-dərə mənşəli göllər deyilir ki, hansı ki bunu da yaradan qüvvə çaylardır. Məsələn, burada misal göstərsək, deyək ki, bu çayın istiqaməti bu formadadır, düzdür? Deyək ki, çay özünə yeni yol tapdı. Buradan davam etdi axına. O zaman burada qalan su kütləsi nəyə çevriləcək? Gölə çevriləcək. Hansı gölə çevriləcək? Axmaz və yaxud da çaydərə mənşəli gölə çevriləcək. Onu da yenə qeyd edək ki, meandrlar da çayın əsasən dağıdıcı fəaliyyətidir. Çayın dağıdıcı işidir. İndi keçək çayın yaradıcı işi haqqında danışmağa. Buna aiddir əsasən delta və gətirmə konusları. Bir deltanın sxemini açaq. Baxın, bu deltadır. Delta nə zaman yaranır? Çay mənsəbə yaxınlaşdıqca öz çöküntülərini, çöküntü deyəndə nə nəzərdə tutulur? İstər-istəməz çay hərəkət etdikcə özü ilə bir yerdə qum dənəcikləri və yaxud da kiçik daş parçaları və sair çöküntüləri daşıyır. Hansı ki, bu çöküntüləri axın boyu yanı və dibi dərinləşdirməklə toplamışdır. Yəni, çay axarkən özü ilə bir yerdə sahildəki çöküntüləri də aparır. Çöküntülər, onu da bilirik ki, çay mənsəbə yaxınlaşanda yavaşlayır. Çöküntülər mənsəbə yaxın olan bir yerdə toplanır. Və toplandığı üçün çay buradan axa bilmir. Özünə müxtəlif yollar tapır. Və çay mənsəbə tökülməyə yaxın qollara ayrılır. Buna delta deyilir. Delta əsasən müşahidə edilir düzənlik çaylarında və əgər çayın mənsəbində qabarma çəkilmə hadisəsi, okean cərəyanları çox müşahidə edilməsə, o çayda delta yaranacaq. Delta yaranan çaylara misal göstərə bilərik. Orinoco çayını, Mississippi çayını, Nil, Niger çaylarını, Volqa çayını və sair çayları misal göstərə bilərik. Estuari isə əsasən Colorado, Kolumbiya, Temza kimi çaylarda müşahidə edilir. İndi isə keçək gətirmə konuslarına. Baxın, şəkildə görmüş olduğunuz gətirmə konusudur. Gətirmə konusu da çayın yaradıcı relyef formasıdır. Niyə biz gətirmə konusu və deltaya yaradıcı relyef forması deyirik? Çünki bu relyef formaları əsasən toplanma, yəni süxurun bir ərazidə toplanması nəticəsində yaranır. Ona görə yaradıcıdır. Toplanma coğrafiyada həm də akkumulyasiya kimi də gedir. Toplanma əsasən əmələ gətirir yaradıcı relyef forması. Yaradıcı relyef forması. Eroziya, parçalanma, dağılma və s. dağılma, parçalanma. Dağılma, parçalanma isə əsasən əmələ gətirəcək dağıdıcı relyef formaları. Məsələn, meandrlar. Meandrlar necə yaranırdı? Çay öz sahilini parçalayanda. Düzdür? Bəli. Sonra məsələn, astanalar necə yaranırdı? Suda həll olan və su keçirməyən süxurlar növbələşəndə suyun həmin o suda həll olan süxurları parçalaması nəticəsində deməli astana və şəlalələr yaranmışdır. Buna görə də astana və şəlalə dağıdıcı relyef formasıdır.
Bunlara dağıcı relyef forması deyirik. Amma yaradıcı relyef formalarından delta necə yaranmışdı? Çayın özü ilə gətirdiyi çöküntülərin mənsəbə yaxın ərazidə toplanması nəticəsində əmələ gəlmişdir. Gətirmə konusu da elədir. Gətirmə konusu düzənlik çayı, daha doğrusu üzr istəyirəm, dağ çayı düzənliyə doğru keçdikcə, yəni çay dağdan düzənliyə doğru keçdikcə yaranır. Necə? Sxemi də göstərək. Baxın, bu formada çay gəlir, dağdan düzənliyə keçir, yavaşlayır. Çay dağdan düzənliyə keçəndə sürəti azalacaq. Yadda saxlayın ki, sürəti azalan çay özü ilə həmin o çöküntüləri daşıya bilməyəcək və onu bir ərazidə çökdürəcək. Həmin o çökdürdüyü yerdə də bu formada yelpikə bənzər, görürsüz, yelpikə bənzər gətirmə konusları yaranır. Deməli, çayın yaradıcı relyef formaları gətirmə konusu və deltadır. Dağıdıcı relyef formaları isə kanyonvari dərələr, V şəkilli dərələr, U şəkilli dərələr, astana, şəlalə, meandr və sair sayılır. Bu olacaq çayların gördüyü iş. Ondan əlavə çayların yaradıcı işinə mən qeyd edərdim ki, alluvial, bir də proluvial düzənliklər. Aha. Yaxşı, alluvial və proluvial düzənliklərin xüsusiyyəti nədir? Öncəliklə alluvial daimi axan çayların özü ilə gətirdiyi çöküntüdür. Proluvial isə müvəqqəti axan çayların özü ilə gətirdiyi çöküntülərdir. Bu çöküntülər adətən düzənlik ərazilərdə, çay sahilində toplanır, çökdürülür və alluvial, proluvial mənşəli düzənlikləri yaradır ki, bunlar da çayların yaradıcı relyef formasıdır. Yadda saxlayın, alluvial çöküntülər daimi axan çayların, proluvial çöküntülər isə müvəqqəti axan çayların özü ilə gətirdiyi çöküntülərdir. Bu danışdıqlarımız hamısı olacaq çayların yaratdığı relyef formaları. Amma eroziya deyəndə sırf dağıdıcı relyef formaları əsas götürülür. İsə Kars prosesi haqqında danışaq. Nədir Kars prosesi? Yeraltı suların fəaliyyəti. Yeraltı suların fəaliyyəti. Yeraltı suların fəaliyyəti Kars prosesi adlanır və Kars prosesi əsasən dağıdıcı relyef formaları yaradır. Söhbət nədən gedir? Təbii ki də Kars qıfları, daha doğrusu mağaralar və Kars qıflarından, baxın, Kars mağaraları və Kars qıfları necə yaranırlar? Yer altında suda həll olan süxurlar olur. Suda həll olan süxurlara da yadda saxlayın. Biz aid edəcəyik duz, gips, əhəng daşı və s. Bu süxurlar yerin altında olanda yeraltı sular tərəfindən yuyulur. Və bunun nəticəsində də yer altında mağaralar və yaxud da Kars qıfları əmələ gəlir. Dünyada müşahidə etdiyimiz ən böyük Kars mağarası ABŞ-da yerləşən Filip Mamont mağarasıdır. Bundan əlavə məşhur mağaralardan Sloveniyada Postoy mağarasını, Gürcüstanda Yeni Afon mağarasını və yaxud da Azərbaycanda Azıq mağarasını biz misal göstərə bilərik. İndi davam edək. Dalğaların gördüyü iş. Dalğaların gördüyü iş adlanır abraziya və əsasən abraziyon mənşəli düzənlikdir. Bu görmüş olduğunuz abraziyon düzənlikdir. Necə yaranır? Çay deyirəm, xüsusən dənizin və yaxud da okeanın səviyyəsi qalxır, enir və yaxud da dalğalar gəlir, buradakı süxurları daşıyıb aparır. Dalğalar gəlib buradakı süxurları daşıyıb aparır. Yəni bir dağılma var burada. Demək ki, abraziyon düzənliklər də dağıdıcı relyef formasıdır. Okean sularının sahildəki süxurları yuyub aparması nəticəsində bu formada düzənliklər, yəni hündür düzənliklər əmələ gəlir ki, bunlara da abraziyon düzənliklər deyilir. Abraziyon düzənliklər hansı deməli eksogen qüvvənin yaratdığı relyef formasıdır? Dalğalar. Və abraziya prosesi özü dağıdıcı relyef forması olan abraziyon düzənlikləri yaradır. İndi isə keçirik küləyin gördüyü işə. Küləyin gördüyü iş defilyasiya adlanır. Defilyasiya və külək belə deyək də əsasən qumu sovurduğu üçün bu defilyasiya prosesi əsasən səhralarda olur. Külək fəaliyyəti nəticəsində yaranan relyef formalarına eol relyef formaları deyilir. Və dedik, əsasən harada müşahidə olunur? Səhralarda. İndi eol relyef formalarına baxırıq. Onlara aid edəcəyik Barxanı və Diyunu. Diyun və Barxan necə ərazidə yaranır? Yenə deyirik, səhralarda, amma necə? Barxan küləyin tək bir tərəfli istiqaməti nəticəsində yaranır.
Qumu bir tərəfdə sovurur və bu formada aypara şəklində qum təpələri yaranır, hansı ki biz buna barxan deyirik və yadda saxlayın, külək bir istiqamətdən əsəndə barxan yaranacaq. Barxanın külək döyən yamacı az meyilli olacaq, külək döyməyən yamacı isə dik olacaq. İndi isə düyünə baxırıq. Düyünlər isə əsasən külək hər iki tərəfdən əsəndə yaranır, yəni barxana nəzərən birazcık daha qarışıq olurlar. Bunlar əsasən ikisi də həm barxan, həm də düyün küləyin yaradıcı işidir. Çünki qumun bir yerdə toplanması nəticəsində yaranırlar. Bir də küləyə aid olan eol relyef formalarından biri də şahid dağlardır. Şahid dağlar dağıdıcı relyef formasıdır. Şahid dağlar qədim dağların qalıqlarıdır. Şahid dağlar əsasən rast gəlinir Ahəqqar, Tibesti, Darfurda. Əlavə olaraq Qərbi Avstraliyada qeyd edə bilərik. Bu ərazidə də şahid dağlara rast gəlinir. Şahid dağlar dediyimiz kimi dağıdıcı relyef formasıdır. Bəs necə yaranır? Və bu ərazilər əsasən bilirik ki, qədim platformadır. Lakin qədim platformalarda nə vaxtsa dağ olub da və burada keçmişdə mövcud olan dağların qalıqları var və hansı ki bunlar bərk süxurlardan təşkil olunub. Küləyin qumu sovurub aparması nəticəsində bu süxurlar üzə çıxır və bu formada qədim dağların stolvari qalıqlarına rast gəlinir. Buna stolvari dağlar da deyilir. Və dedik əsasən harda rast gəlinir? Afrikada, Əhəqar, Tibesti, Darfur yaylalarında və Qərbi Avstraliyada relyef formalarına, yəni şahid dağlara rast gəlinir. Yenə də qeyd edək, şahid dağlar rast gəlinir səhralarda. İndi buzlaqların yaratdığı relyef formalar haqqında danışacağıq. Buzlaqların gördüyü dağıdıcı iş ekzorasiya adlanır. Buzlaqların gördüyü yaradıcı iş isə buzlaq akkumulyasiyası adlanır. Buzlaqların dağıdıcı fəaliyyəti zamanı yaranan relyef formalarına aiddir troq dərələri, troq dərələri. Bu mötərizədə yaza bilərik təknəvari dərələr, karlar, sirklər. Buzlaqların yaratdığı relyef formalarına, yəni buzlaq akkumulyasiyası nəticəsində yaranan relyef formalarına isə aiddir moren təpə və moren tirələri. Yaxşı, indi gəlin danışaq bu relyef formaları necə yaranır. Öncəliklə ekzorasiyon relyef formaları, yəni troq dərələri, digər bir adı ilə təknəvari dərələr, karlar və sirklər necə yaranır? Bunlar əsasən dağın buzlaqlar olan hissəsində buzlağın əriməsi nəticəsində, indi zamanla əriməsi nəticəsində dağlarda dərələr əmələ gəlir, çökəkliklər əmələ gəlir ki, bunlara biz troq dərələri, karlar və sirklər deyirik. Bəs moren tirə və təpələr necə yaranır? Bunlar əsasən belə deyim də, buzlaq əriyən zaman, məsələn, deyək ki, dağın zirvəsində buzlaqlar əridir. Bu buzlaq əriyəndə aşağıya doğru hərəkət edir və aşağıya doğru hərəkət edərkən özü ilə müəyyən süxur parçalarını da aparır. Və bu süxur parçaları alçalır və müəyyən bir hissədə toplanır. Həmin bu toplanma nəticəsində moren təpə və moren tirələri əmələ gəlir. Gördüyünüz kimi tirə və təpələr əsasən buzlaq akkumulyasiyasının nəticəsində yaranan relyef formaları, yəni toplanma nəticəsində yaranıblar. Amma troq dərələri, karlar və sirklər necə yaranır? Həmin bu dərələr parçalanma nəticəsində yaranır. Buzlağın hərəkət etməsi nəticəsində relyefi parçalanmasından bu relyef formaları, yəni yenə təkrar edək, troq dərələri, karlar və sirklər yaranır. İndi isə arid denudasyon relyef formaları və arid denudasiya prosesi haqqında danışaq. Arid bilirsiniz ki, quraq deməkdir. Deməli, arid denudasyon relyef formaları harda olacaq? Quraq ərazilərdə. Üstəgəl, söhbət denudasiyadan gedirsə, biz denudasiya və akkumulyasiya keçmişdik. Denudasiya əsasən hündür ərazilərdə, akkumulyasiya isə əsasən ovallıq və yaxud da çökəklik tipi ərazilərdə müşahidə edilir. Deməli, quraq olmaqdan əlavə müəyyən bir yayla, yüksəklik və yaxud da alçaq dağlıq ərazi olmalıdır ki, burada müəyyən qısaca yazaq hündür.
Yəni məsələn, arid denudasyon relyef formaları ovalıqlarda geniş yayılmayacaq ya da məsələn çökəkliklərdə geniş yayılmayacaq. Müəyyən qədər hündür və quraq olan ərazilərdə arid denudasyon relyef formaları yaranır. Arid denudasyon relyef formalarına aiddir nələr? Deməli, qobu, yarğan və bedland. Öncelikle yarğan ve qobu hakkında danışım. Bu arada arid denudasyon relyef formaları müvəqqəti axan suların müvəqqəti axan suların yaratdığı relyef formalarıdır arid denudasyon relyef formaları. Bura yarğan, qobu və bedlendlər aiddir. Öncelikle yarğan haqqında danışaq. Nədir yarğan? Müvəqqəti axan suyun yaratdığı dərələrdir əslində. Baxın, bu parçalanma nəticəsində belə bu formada dərələr yaranır. Hansı ki biz buna yarğan deyirik. Zaman keçdikcə yarğan hamarlanır, içərisində bitkilər yetişir və çevrilir qobuya. Bəs bedlen nədir? Bedlendin mənası bədləndi, yəni pis torpaq deməkdir. Pis torpaq deməkdir. Bunlar da yenə quraq və müəyyən qədər dağlıq ərazilərdə, alçaq dağlıq ərazilərdə, yayla və yüksəkliklərdə, əgər iqlim quraqdırsa, bedlen, yəni pis torpaqlar formalaşır. Bunlar da olacaq arid denudasyon relyef formaları. Və ən sonda bir eksogen qüvvə haqqında da danışacağıq. Bu eksogen qüvvəmiz olacaq antropogen. Antropogen relyef forması. Antropogen relyef formaları insanlar tərəfindən yaradılan relyef formalarıdır. Bura biz misal kimi polder yaza bilərik ilk. Polderlər nədir? Polderlər Niderland ərazisində daha çox var. İnsanlar dəniz dayazlıqlarını qurudaraq ölkə ərazisini genişləndirirlər və süni düzənliklər yaradırlar. Hansı ki bu süni düzənliklər polder adlanır. Deməli polderlər nədir? Süni, yəni insanlar tərəfindən yaradılan düzənliklər. Ümumiyyətlə, insanların yaratdığı relyef formalar antropogen relyef formalarıdır. Bunlardan biri də Birləşmiş Ərəb Əmirliklərinə aid olan Xarm adasıdır. Hansı ki, bu ada süni şəkildə insanlar tərəfindən yaradılmışdır. İndi isə gəlin, keçdiklərimizə ümumi bir baxış ataq və görək ki, biz nələr öyrənmişik. Deməli, çayların gördüyü iş adlandı çay eroziyası. Səbəbkarı nədir? Çaylar. Çay akumulyasiyası, yəni çayların yaratdığı relyef formalarını, alüvyal düzənlikləri, yatırma konusunu və deltayı misal göstərdi. Dağıdıcı relyef formaları, dərin dərələr, kanyonlar, meandrlar, dib eroziya, yan eroziya, təngi dərələr, estuari, astana, şəlalə, əlavə olaraq dib eroziyanın yaratdığı V şəkilli, yan eroziyanın yaratdığı U şəkilli dərələri misal göstərə bilərik. Yeraltı suların gördüyü iş adlanır Kars prosesi. Kars prosesi necə baş verdi? Yerin altında suların fəaliyyəti nəticəsində həll olan süxurların, yəni suda həll olan süxurların yuyulması nəticəsində yeraltı boşluqlar yarandı ki, bunu da yaradan, daha doğrusu bunun da olması nəticəsində Kars mağaraları və Kars qıfları yarandı. Sürüşmələrin də əslində bir növ səbəbkarı yeraltı sulardır. Sürüşmələr necə ərazilərdə baş verir? Su keçirən və su keçirməyən süxurlar, yəni altda su keçirməyən süxur, üstdə su keçirən süxur olanda, yağış sürətli əriyən, daha doğrusu yağış çox yağanda, qar sürətli əriyəndə, həmin ərazidə elə bil ki, su keçirməyən süxurla su keçirən süxurun arasında bir su təbəqəsi, yəni yeraltı sular formalaşır. Çünki biz bilirik ki, qar əriyəndə və çox leysan yağış yağanda yeraltı suların səviyyəsi qalxır. Bu zaman su keçirən süxur, su keçirməyənin üstündə qalır və arada bir su kütləsi olur. Təbii ki də o süxur oradan sürüşür. Və nəticədə sürüşmələr əmələ gəlir ki, sürüşmələrə əsasən rast gəlinir dağlıq ərazilərdə, dağlarda. Azərbaycanda isə Böyük Qafqazın cənub yamacında sürüşmə hadisələri olduqca geniş yayılmışdır. Dalğaların gördüyü iş adlandı abraziya. Bu da abrazyon düzənlikləri. Bundan əlavə Dalmasiya və Riyas tipli sahilləri yaradır. Dalmasiya tipli sahillər dağlar dənizə paralel yarananda, Riyas tipli sahillər isə dağlar dənizi düz bucaq altında kəsişəndə yaranır. Küləyin gördüyü iş deflyasiya adlandı. Deməli, deflyasiya nəticəsində yaradıcı relyef formaları olaraq Duyun, Barxan, qum təpələri yarandı. Küləyin gördüyü dağıdıcı iş isə şahid dağları yaradır. Əsasən deflyasiya harda baş verirdi? Səhralarda.
Daha sonra buzlağın gördüğü iş ekzorasiya adlanır. Daha doğrusu dağıdıcı iş ekzorasiya, yaradıcı iş isə buzlaq akkumulyasiyasıdır. Buzlaq akkumulyasiyası nəticəsində Morentiya və təpələri yarandı. Buzlağın gördüyü dağıdıcı işin nəticəsində karlar, sirklər, Troq dərələrinin digər bir adı isə Təknəbari dərələrdir. Bundan əlavə fiord və şixər tipli sahillər yaranır. Fiord tipli və şixər tipli sahillərə əsasən Norveç ərazisində biz görürük. Bunları yaradan əslində dördüncü dövr buzlaşmalarıdır. Fjord tipli sahillər dərin və ensiz sahillərdir. Fjord tipli sahillər isə sahildə çoxlu sayda kiçik adalar olanda, yəni suda çoxlu sayda kiçik adalar yarananda formalaşır. Bunu da yaranan buzlaqların əriməsi və süxurları özləri ilə aparmasıdır. Və nəticədə fjord və şixər tipli sahillər yaranır. Dünyada ən məşhur fjordlardan biri Sogne fjorddur, hansı ki Norveçdə yerləşir. Bundan əlavə, yenə deyirəm, fiord və şixər tipli sahillərə Kanadanın şimal sahillərində, Avropanın şimalında, xüsusən Norveç sahillərində, həmçinin Çili sahillərində, Çilinin təbii ki, söhbət ucqar cənub hissələrindən gedir, rast gəlmək mümkündür. Daha sonra müvəqqəti axar suların gördüyü işdə arid inundasion relyef formaları yaradır. Bu relyef formaları əsasən bura ərazilərdə müşahidə edilir. Şırım, yarğan, qobu və bendlendi bura aid edə bilərik. Şırımlar yarğandan daha öncə formalaşır. Yəni şırım yarğana çevrilir, yarğan qobuya çevrilir. Yəni yarğan inkişafının son mərhələsi qobudur. Bendlendlər isə dediyimiz kimi pis torpaqlar idi. İnsan fəaliyyəti nəticəsində yaranan relyef formaları isə əsasən antropogen relyef formalarıdır. Bura misal kimi Palma adasını biz göstərdik. Digər insanların yaratdığı işlər, yəni gördüyü işlərdən misal göstərə bilərik. Əlavə olaraq cəryanlar, qabarma çəkilmələr də okean axınlarıdır bunlar və bunlar estuar yaradır. Dediyimiz kimi estuarilər əsasən dağ çayında olurdu. Amma düzənlik çaylarında da okean axınları səbəbindən estuar yarana bilirdi. O da necə yaranırdı? Deməli, çay öz çöküntülərini sahildə toplamır. Bu okean axıntıları həmin o çöküntüləri okeana daşıyır və nəticədə çayın sahilində, daha doğrusu mənsəbində delta əvəzinə estuarı yaranır. Formalaşır. Estuar bu arada özü də dağıdıcı relyef formasıdır. Çaylardan əlavə buna okean axınları da səbəb olur. Bu oldu eksogen mənşəli relyef formaları. Ümid edirəm ki, izahım sizə faydalı oldu. Bunun kimi başqa videoların gəlməyini istəyirsinizsə, kanala abunə olmağı, videoya fikir bildirməyi, yəni rəy yazmağı və bəyənməyi unutmayın. Sağ olun.